Salam əziz şagirdlər. Bugün çevrənin tənliyi mövzusunun izahını verəcəm. Çevrənin tənliyinin ümumi, belə deyək, kanonik tənliyini yazacaq. Kanonik tənliyi x-də gəl, x kvadrat üzərinə gəl, y kvadrat bərabərdir r kvadrat şəklindədir. Bu çevrə mərkəzi O00 nöqtəsində olan çevrənin tənliyidir. Məsələn, deyirəm ki, buradan bir çevrə var. Mərkəz buradadır, O00-da və hər hansısa bir x, y nöqtəsindən keçir. X, y nöqtəsindən keçir. Bu da bir radiusdur. Sanki bu A nöqtəsi ilə O nöqtəsi arasındakı məsafəni axtarıram da, iki nöqtə arasında məsafə düsturu kimi düşünün. Radiusu tapmağa çalışıram. Onda nə yazmalıyam? OA bərabərdir kök altında x çıxılsın 0-ın kvadratı, üzərinə gəlsin y çıxılsın 0-ın nəyi? Kvadratı. Onda OA bərabərdir x-in kvadratı, üzərinə gəlsin y-in kvadratı. OA-nın da mən onsuz da radius olduğunu bilirdim də. OA radiusdursa gətirib qoyuram yerinə. Radius bərabərdir x kvadrat, üzərinə gəlsin y kvadratı. Onda hər tərəfi kvadrata yüksəltsəm, radiusun kvadratı bərabərdir x-in kvadratı, üzərinə gəlsin y-in nəyi? Kvadratı. Bu oldu bizim çevrəmizin tənliyi. Buna deyirik biz mərkəzi OA nöqtəsində olan çevrə. İndi deyirəm ki, mərkəzi OA-da deyil. Yəni çevrə məsələn burada yerləşir, tutaq ki. Atıram məsələn buradadır. Çevrə buradadır. Tutaq ki, deyirəm ki, mərkəzi bir AB nöqtəsindədir. Mərkəzi bir AB nöqtəsindədir. Bu halda nə etməliyəm? Bu halda çevrənin ümumi tənliyi, bir radiusu da bilmirəm, radiusu da məsələn bir r olsun. Bu halda çevrənin tənliyi bu şəkildə olur. X çıxılsın nəyin kvadratı? Burada gəl deyək ki, bir A, X, Y nöqtəsindən keçəndir. Mərkəzi AB nöqtəsində olan, özü isə bir X, Y nöqtəsindən keçən çevrənin tənliyini necə qurmalıyım? O halda yazıram belə. Elə bil ki, yenə də həmin məsafəni axtarıram, o OA məsafəsini. Ya buranı daha səliqəli yazaq. Tutaq ki, burada bir O'dur. Bilmirəm, bir A, B nöqtəsindən keçir. Elə bil bu OA məsafəsini axtarıram. OA da bir R'dir. Yazıram yenə də eyni şeyi. Yenə də eyni şeyi yazdığıma görə baxın belə bir şey olacaq. OA bərabərdir kök altında. X çıxılsın A-nın kvadratı, üzərinə gəlsin y çıxılsın B-nin nəyi? Kvadratı. OA-mız da nədir? OA-mız da bir radiusdur da. Onda radius bərabərdir x çıxılsın A-nın kvadratı kök altında. Üstə gəl y çıx B-nin nəyi? Kvadratı. İndi hər tərəfi kvadrata yüksəltsin. Y kvadratı bərabərdir x çıxılsın A-nın kvadratı. Üzərinə gəlsin y çıxılsın B-nin nəyi? Kvadratı. Bu da oldu bizim çevrəmizin tənliyi. İndi tutaq ki, bizə deyir ki, mərkəzi məsələn 0,0 nöqtəsindədir, amma radiusu tutaq ki, kökdə 7-dir. Bu tənliyi qurun. Mərkəz olsun koordinat başlanğıcı, məsələn radius olsun, məsələn kökdə 7. Deyir, bunun tənliyini qurun. Aparıb burada yerinə qoyacağım. Bu A-dır. Bu da bir B-dir. Radius da kökdə 7-dir. Gətirib burada yerinə qoyuram. Olur kökdə 7-nin kvadratı x çıxılsın 0-ın kvadratı, üzərinə gəl y çıxılsın 0-ın kvadratı. Onda bu bunu aparır. 7 bərabərdir x kvadrat, üzərinə gəl y kvadrat şəklində qalır bizim tənliyimiz. Bu da oldu bizim tənliyimiz. Bu da bu şəkildə. Məsələn, indi keçirəm başqa bir nümunə verəcəm. Deyirəm ki, məsələn, mərkəzi koordinat başlanğıcındadır. Çevrənin mərkəzi O00 nöqtəsindədir. Özü də keçir, bilmirəm, bir A6-8 nöqtəsindən keçir. Deyirəm ki, bunun radiusunu tapın. Bu əslində çox asandır da. Bunu mən birinci həndəsi üsulunda göstərəcəm. Necə tapıram həndəsi şəklində. Çox asandır. Çevrənin mərkəzi buradadır, koordinat başlanğıcında.
Mərkəzi buradadır. Biraz salında ev yox. Özü də buradan keçir. Bu nöqtənin koordinatı deyirəm ki 6, 8'dir. Yəni x oxu boyunca 6'dır. Onu da necə tapırıq? Buradan bura belə bir perpendikulyar indirirəm. X oxu boyunca 6'dır. 6'dır. Y oxu boyunca neçədir? Y oxu boyunca 8'dir. Burada da 8. Bura 8'dir, bura 6. Onda bura 8 ise burada 8'dir. Mən radiusu avtomatik Pifagor teoremindən 6, 8 radius bərabərdir 10 tapa bilirəm. Bu heç. Bu qalır mənim stolumun üstündə mənə lazım olacaq. İndi keçirəm nəyə? R kvadrat bərabərdir. X çıxılsın A-nın kvadratı üzərinə gəlsin. Y çıxılsın B-nin kvadratı deyilmi? Onda nə edirəm? R məndə yoxdur axı. R axtarıram da. R kvadrat bərabərdir. X-ım var da məndə. Yazıram 6 çıxılsın. A da var da məndə 0. Mərkəz nöqtənin koordinatları AB-dir. Kvadratı üzərinə gəlsin. 8 çıxsın 0'ın kvadratı. R'in kvadratı bərabərdir. 36 üstə gəl 64. Yəni 100. Onda R də çıxır 10. Başqa cür bu üsulla da çevrənin tənliyini eləmiş ola bilərəm. Çevrənin tənliyini tapmış ola bilərəm. Çevrənin tənliyini tapmış ola bilərəm. İndi bəzən çevrənin tənliyi ancaq bu şəkildə olmur da. Çevrənin bəzən başqa bir formada da bizə verə bilər. Məsələn, belə bir şey verər. Bizə deyər ki, mərkəzi OX oxu üzərindədir. Yəni, absis oxu üzərindədir. Mərkəz absis oxu üzərində olanda, əlbəttə ki, bunun necə deyək? Bu şəkildə deyilmi? Tutaq ki, bu şəkildədir. Bir hər hansı bir çevrə çəkirəm kənarda. Çox böyük oldu. Bu şəkildə mən çevrə çəkirəm. İndi deyirəm ki, məsələn, bunun mərkəzi OX oxu üzərindədir. Burada. Məsələn, buradadır. Burada bir onun mərkəzi var. Və mərkəz nöqtənin koordinatı var məndə. O, A. Amma X oxunun üzərində yerləşdiyi üçün bunun Y-i nədir? Əlbəttə ki, 0'dır. A, 0. Radiusu da bilmirəm. Bir hər hansısa bir R-dir. Qoyulsun bir R. Onsuz da buradan bura bir radiusu göstərir. Qoyulsun elə bura bir R. Və ya nə bilim, bura bir R. Fərq etməz. Bu şəkildə ola bilər. İndi deyirəm ki, bunun tənliyini qurmalıyam. Bunun tənliyini necə quracam? Yazıram. X çıxılsın A-nın kvadrat üstə gəl. Y çıxılsın B-nin kvadrat. Bərabər R-in kvadrat deyilmi? X çıxılsın. Artıq baxın. Bu qalır A-nın kvadratı öz yerində. X çıxılsın A-nın kvadratı öz yerində. Amma üstə gəl Y-in kvadratı bərabərdir R-in kvadratı. Səbəb nədir? Çünki A bizdə buradadır. B isə Y oxunun, X oxunun üzərində yerləşdiyi üçün B 0'dır. Tənliyi bu şəklə düşür. Onda bu oldu OX oxunun üzərində olanda mərkəz. OY-də olanda tərsinə olacaq. X çıxılsın 0'ın kvadratı üzərinə gəl. Y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratına. Onda X-in kvadratı üstə gəl. Y çıx B-nin kvadratı bərabərdir radiusun kvadratına. Bu da bu şəkildə olacaq. Yəni, mərkəz nəyin üzərində olanda? OY oxunun, yəni ordinat oxunun üzərində olanda bu şəkildə olacaqdır. Bitdi, getdi. Bu da belə. Və indi keçirəm nəyə? Məsələn, belə bir sual verilir bizə. Tutaq ki, bizə deyilir ki, hər hansısa bir çevrə belə bir tənlik verilir. Çevrənin tənliyi. Amma həmişə elə güllük gülistanlıq deyil də. Bir dəfə fərqli bir tərzdə verir. Məsələn, belə verir. X kvadrat minus 6x plus y kvadrat minus 2y plus 1 bərabərdir 0 şəklində verir. Deyir ki, bu tənliyin radiusunu tap. Artıq məndən radius istəyir axı.
Sən də deyirsən ki, ay müəllim, bayaqdan tənliyi sən mənə belə öyrətməmisən axı. Mən də deyirəm ki, sakin ol şampiyon, bu belə olacaq. Tam kvadrat ayırmaq deyilən bir şey öyrətmişəm. X kvadrat çıx. Mən tam kvadrat deyəndə A çıx B-nin kvadratı düstur ilə. A kvadrat çıx 2AB üstə gəl B kvadrat. A üstə gəl B-nin kvadratı düstur nəzərdə tuturam. A kvadrat üstə gəl 2AB üstə gəl B-nin nəyi kvadratı? Bunları nəzərdə tuturam. İndi x-in kvadratı 6x-i belə yazıram. 2 vurulsun x vurulsun 3. Fikir verin A kvadrat 2A. Deməli 3 də bizim nəyimiz imiş? B-miz imiş. Tam kvadratın ayrılması üçün çatışmayan bir dənə 3-ün kvadratıdır. Bu qalsın cibimdə. Üstə gəl. Eyni şeyi indi bu tərəfə eləyirəm. Y kvadrat çıxılsın 2 vurulsun. Y vurulsun 1. İndi çatışmayan bir dənə 1-in kvadratıdır. İndi bir məsələ var. Mən özümdən götürmüşəm. Xalqın misalına 3-ün kvadratı əlavə eləmişəm. Onu bir dənə çıxıram. Bir dənə də 1-in kvadratı əlavə eləmişəm. Onu da çıxıram. Və bu 1-i də gətirib öz yerində yazıram. Bərabərdir 0-a. İndi bu üçünü qruplaşdırıb bir yerdə yazsam. X çıx 3-ün kvadratı üstə gəl. Y çıx 1-in kvadratı. Və bunları da ayrı götürürəm. Bunlar da nə eləyəcək? -9, -1, 1. Bunlar getdi. Tonq. Qaldı nə? Çıx 9. Bərabərdir 0. Aha. X çıxılsın 3-ün kvadratı üstə gəl. Y çıxılsın 1-in kvadratı bərabərdir 9. 9 da R-in kvadratı deyilmi? Ümumi tənliyə görə. Onda bizim R-in kvadratı 9-dursa, elə radiusumuzun özü də nədir? 3-dür. Bu da oldu bizim radiusumuz. Bu da bu şəkildə. Bəs mərkəz nöqtənin koordinatları? Mərkəz nöqtənin koordinatları budur. Biri budur. Biri budur A. Biri də budur B. Yəni, o mərkəz nöqtəsinin koordinatları 3 ilə 1-dir. Bu da oldu bizim mərkəz nöqtənin nəyi? Mərkəz nöqtənin koordinatları. Buna deyilir bizim çevrəmizin tənliyi. Çevrəmizin tənliyi. İndi bu həmişə belə vermir. Bu dəfə məsələn belə verir. Deyir ki, artıq, məsələn, belə bir çevrənin tənliyi verir. Özümdən yenə yazıram. Bir şey, x kvadrat çıx. Tutaq ki, 4x üzərinə gəlsin. Y kvadrat çıx. Məsələn, atıram. 6x. Bir saniyə. Qoy oradan baxım. Nə əlavə eləyəcəm, nə çıxacamsa. 4-ün kvadratı. Onun üçün nə əlavə eləyəcəm, nə çıxacam. İstəyirəm tam ədəd alınsın da. 4-ün kvadratı. Bir dənə mən oraya 2 əlavə eləyəcəm. 2-nin kvadratı 4. Bir dənə də 3-ün kvadratı 9. Bu nə elədi? Bu nə elədi? 4 üstə gəl 9. 13. Bir dənə də 3 əlavə eləsəm. İşim düzəlir. İndi deyəcəm bunu, niyə belə elədiyimi başa düşəcəksiniz. Çıxılsın bir 3 yazıram. Bərabərdir 0. Deyirəm ki, bu tənliklə verilmiş çevrənin tutaq ki, nə etməliyəm? Deyirəm ki, 6, 7 nöqtəsindən bu çevrəyə qədər olan məsafəni tapın. İndi özümdən qururam. Tam kvadrat ayırıram. X kvadrat 2 vur x vur 2. Y kvadrat çıx 2 vur x vur 3. Bir saniyə. Yorğunçuluqdan ola bilər. Saata baxırıq. İzahın çəkildiyi saat 4. 4-ün yarısı. Üzərinə gəlsin 2-nin kvadratı. Çıxılsın 2-nin kvadratı. Y-in kvadratı çıxılsın 2 vurulsun. Gəl bunu dəyişək. X-in burada nə işi var? Bunu Y gəlməliyik. 2 vurulsun, Y vurulsun 3. Üzərinə gəlsin 3-ün kvadratı. Çıxılsın 3-ün kvadratı. Çıxılsın 3 bərabərdir 0. Fikir verin, bunlar hansı bir-birini aparıb 0 olur. Həmçinin bunlardır. Amma nə edirəm? Bunları bir qruplaşdırıram. Olur belə.
x çıxılsın 2'nin kvadratı. Üzerine gelsin. Y çıxılsın 3'ün nəyi? Kvadratı. Və bax, bunları bir qruplaşdırdım. Yaşılları mənə bir müxtəsər ruma düsturu verdi. Fərqin kvadratını. Bu mavi rəngdə olanları bir qruplaşdırdım. Bu da mənə bir fərqin kvadratını verdi. Onu da gəl yaşından göstərim. İndi bu qırmızıları da bir qruplaşdıracağım. Məsələn, bununla, bunu və bunu. İndi görün bunlar mənə nə verir? Bunlar da mənə çıxılsın 16 verir. Bərabərdə 0. Onda olur x çıxılsın 2'nin kvadratı üstə gəl. Y çıxılsın 3'ün kvadratı bərabərdə 16. 16 da r-in kvadratıdır. Hə, bitdi getdi. Deməli, mənim radiusum da 4'dür. Lap yaxşı. Deməli, çevrənin mərkəzi haradaymış? Mərkəzi nöqtənin koordinatları 2 ilə 3 imiş. 2 ilə 3 imiş. Lap yaxşı. Lap yaxşı. İndi mən deyirəm ki, bu nöqtənin koordinatları burada deyil. Bu nöqtənin koordinatları deyirəm ki, buradadır. Mərkəzi buradadır. 2 ilə 3'də. Burada da hər hansısa bir A6-7 nöqtəsi var. 6 nöqtəsi. Mən bu məsafəni istəyirəm. Çevrənin mərkəzinə qədər məsafəni. İndi burada sizə bir neçə nümunə göstərəcəm. Mərkəzə qədər məsafəni istəyirəmsə, mərkəzin koordinatları da var, bunun koordinatları da var. Hansı düstur yazarım? İki nöqtə arasında məsafə düsturu. Mən o alanı tapmaq üçün nə edəcəm? Yazıram. OA bərabərdir kök altında. 6 çıxılsın 2'nin kvadratı üstə gəl. 7 çıxılsın 3'ün kvadratı. Bu da nə elədi? 4'ün kvadratı üstə gəl, 4'ün kvadratı. Bu da elədi kökdə neçə? Kökdə 32. Kökdə 32. Kökdə 32'ni mən nə yazıram? Yazıram 4 kökdə 2. Deməli, bu OA məsafəsi nə qədərmiş? 4 kökdə 2. Deməli, A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə 4 kökdə 2'dir. İndi bəzən belə verər. Deyər ki, ən vacibi diqqətli olun. Vacib. Vacib. Diqqətli olun. İndi deyər ki, A nöqtəsindən çevrənin ən yaxın nöqtəsinə qədər olan məsafə. Ən yaxın nöqtəsinə qədər olan məsafə. Məsafə. Ən yaxın nöqtəsinə qədər olan məsafə nədir? Bu A nöqtəsi deyil. Çevrənin bax bura qədər olan məsafə. Tutaq ki, deyirəm ki, burada bir onun nəyi var? Bir B nöqtəsi var məsələn. Deyirəm ki, burada bir B nöqtəsi var. B, X, Y nöqtəsindən. Həmin nöqtəyə qədər olan məsafəni istəyir məndən. Həmin nöqtəyə qədər olan məsafəni tapmaq çox asandır. Çox asandır. Mən niyə görə asandır? Deməli, məndə AO var. Məndə AO var. Düzdür. Mən AO-nu tapmışamsa, mənə gerisi çox asandır. 4 kök 2 deyilmi? AB-ni tapmaq istəyirəmsə, AO-dan nəyi çıxmalıyam? OB-ni çıxmalıyam. Yəni, AO-dan bir radiusu çıxmalıyam. Onda lap asan. AB-ni tapmaq istəyirəmsə, AO nə qədərdir? 4 kök 2. 4 kök 2'dən çıxmalıyam bir 4'ü. Birbaşa elə bu qalacaq. Tam elə də alınmadı, amma eybi yox. Deməli, bu AB məsafəsi 4 kökdə 2 çıx, 4 qədər imiş. Başa düşdünüzmü? Bu da öz yerində. Bu da bu şəkildə. Başqa bir nümunələrdən nə tapırıq? Bu da belə. Bu da oldu bizim çevrəmizin tənliyi. Bu da bizim çevrəyə qədər olan ən qısa məsafəni də demiş olduq. Ən qısa məsafəni də demiş olduq. Bu da belə. Hə, bir də sferanın tənliyi var. Sfera nədir? Sfera yəqin ki, bilirsiniz bir topdur. Onun tənliyi
və bizə tapmaq çətin deyil. Sfera belə bir fiqur olduğu üçün, yəni üç ölçülü bir fiqurdur. Yəni topun üç ölçülü bir fiqur olduğu üçün onun belə deyək, üçlü koordinat sistemində fəzada təsvir etmək lazımdır. Bunun mərkəz nöqtəsinin koordinatları olur o x0, y0, z0. Keçir hər hansısa bir a x, y, z nöqtəsindən. İndi bunun da bir radiusu var əlbəttə ki, məlum məsələdir. Qarpız kimi düşünün. Bunun da bir radiusu var. Onda nə etməliyəm? X çıxılsın x0 üzərinə gəl. Y çıxılsın y0 üzərinə gəl. Z çıxılsın z0 kvadratı bərabərdir radiusun kvadratına. Bitdi, getdi. Yəni eni ilə çevrədə olduğu kimi bu şəkildə mən bunun da tapmış olacağam. Bu da belə.